Salam aleyküm dostlar. Gəlmişik Novxanıya Hüseyin qardaşımızın təsərrüfatına. Bunların orijinallığına baxın. Hüseyin qardaşımız bir nömrəli orijinal astrolog saxlayır. Xoruzların quyruğuna baxın elə, baxın. Yəni hər adam deyir ki, mən astrolog saxlayıram, amma elə deyil. Yəni bunlar bir dənə buna baxın. Bu xoruzun quyruğu. Ora necə keçək Hüseyin? Bir dənə keçək oradan. Baxaq, yaxından görsədək. Baxın, bunun quyruğuna baxın. Görün nə boydadır. Ekranda düşür yəqin ki, görə bilirsiniz. Çox maraqlıdır. Yəni saf qan olduqları bilinir zaten. Sərgəlidir. Yeri də, qardaşımızın yeri də çox sərgəlidir. Baxın, hamınıza məsləhət görəm ki, belə ayaq altılardan istifadə edəsiniz. Bu ucu başqa məsələdir. Sürüləri də ayırmışsan da Hüseyin, bunları ayrı-ayrılıqda. Çox gözəl, xeyirli olsun qardaşım. Əziyyətin yerdə qalmasın. Buna baxın hələ. Xoruzu ölçsən bəlkə də 1 metrə yaxındır. Tüpüyündən quyruğuna. Halal olsun. Bunu saxlamağa dəyər, bunu artırmağa dəyər qardaşlar. Bax, gedib oradan buradan lazımsız şeylər almayın. Mənə müraciət edeyim, sizi Hüseyin qardaşla calaşdırım. Özünüz də səhifəsini izləyə bilərsiniz. Kim çətinlik çəksə mənə müraciət edəsin. Hüseyin qardaşımızın kontaktlarını verim sizə. İnşallah mən də indi buradan bir müəyyən qədər düzə aparıb öz astrologlarım qanına qatacağım ki daha effektli olsun. Bu da bizim inkubatorumuzdur. Shimuka markasıdır. Bilirsiniz də bunun 3000 manat dəyəri var bu inkubator. Bir dənə aç içərisini Hüseyin baxaq. Hə. Xeyirli olsun, xeyirli olsun. Bunlar neçə günə çıxmalıdır? Bugün harasında sabah yox üçün növbətə çıxışa vuracaq. Hə, çıxışa vuracaq. Hə. Bir dənə cücələrə də baxaq, çıxan cücələrə. Əla, əla. Qəşəng, qəşəng. Qəşəng. Əla, əla. Bu da bizim dostlar, dəzəl xoruzlardan biridir. 2 yaşın keçmişdi. Demək olar ki, fəaliyyətini dayandırmışdı. Ona görə bunun başını üzdük. Belə qəşəng bir ətlik belə xoruz alınır. Astrolog ümumiyyətcə toyuqlar ətlikdirlər. Həm yumurtalıqdırlar, həm ətlikdirlər. Bunun da işinə axşam baxacağıq inşallah.